Hələ dan yeri sökülməmiş. Mehman Ağayev, Ravil Qasımov və Elçin Əliyev ov ləvazimatlarını hazırlayıb yola düşürlər. Bir müddət getdikdən sonra asfalt yolun yerini torpaq yolun tozlu cığırları əvəzləyir. Bu, ov yerinə yaxınlaşmağın ilk işarəsidir. Ovçular sübhün qaranlığında qayıqla gölün sükutunu pozmadan daxil olub düzgün mövqe seçir. Paketləri suya düzür və böyük səbirlə qızıl anı gözləyirlər. Hava işıqlandıqca ətrafdakı sükut tək-tək atəş səsləri ilə pozulur və günün ilk şikarları üfüqdə görünməyə başlayır. Ovçular etik qaydalara sadiq qalaraq, ümumi say keçmədən vurduqları quşları sudan toplayıb sahilə çıxırlar. Təcrübəli ovçu Mehman Ağayev bildirir ki, ov etmək sadəcə tətik çəkmək deyil, bu iş üçün ilk növbədə rəsmi icazə alınmalıdır. Onun sözlərinə görə, ov zamanı limitlərə və qadağalara əməl etmək mütləqdir. Ov zamanı deməli qanunla icazə verilən alətlərdən istifadə edilməlidir. Bunlar hansılardır? Məsələn, su quşları ovunda maketlərdir, maketlərin düzülüşü, yəni maketlərdən istifadə olunmalıdır və nəfəsli çağırış alətlərindən. Yəni quşları bu alətlərdə cəlb eləmək olar. Yəni qanunla bunlar icazə verilir. Amma elektron vasitələrdən qəti qadağan, yəni bütün dünyada və Azərbaycan qanununda elektron vasitələrdən ov zamanı istifadə qadağandır. Ravil Qasımov bildirir ki, ovçuluq onun üçün bir ailə mirasıdır. Atam ovçu olduğu üçün mən də bu peşəni seçib bəyənmişəm. Ovçuluğun 3 qızıl qaydasını deyəcəm sizə. Birinci növbədə təhlükəsizlik qaydaları, silahla davranış qaydaları. İkinci, ovçular təbiəti qorumalıdır. Üçüncü, hansı quşların vurulması və vurulmaması. Yəni qırmızı kitabda olan quşların ovlanması qəti qadağandır. Bir də təbiəti qorumağın növləri. Yəni atdığımız patronları, yediyimiz hər hansı bir belə deyim, plastik paketləri hamısını toplayıb gedəndə zibilxanaya atmaq lazımdır ki, çünki 100 illər boyu o plastik kütlələr qalır, təbiətimizə ziyan vurur. Həvəskar ovçu Elçin Əliyev üçünsə əsas məqsəd şikar yox, təbiətin ruhu ilə ünsiyyətdir. Dəfələrlə olub ki, biz gəlmişik, ovdan ovsuz qayıtmışıq. Amma ona baxmayaraq bizim hədəfimiz əsas birinci variantda ovlamaq olmuyor. Təbiətin qoynunda gəlib qəşəng vaxt keçirmək planımızda olur. Ona görə biz üçün fərq eləmir, quş oldu, olmadı. Əsas olsun ki, gələk təbiəti müşahidə eləyək, burada gözəl vaxt keçirək. Biz üçün bir nömrə odur. İnşallah ki, sonradan quş olur, olmur, biz üçün az fərq eləyir. Gəlib burada gözəl vaxt keçirməyimiz hər şeyi ödəyir. Nəticə etibarilə ovçuluq sadəcə bir hobbi deyil, həm də təbiət qarşısında böyük bir imtahandır. Ekologiyanın kövrək tarazlığını qorumaq üçün ov prosesi mütləq müəyyən edilmiş qaydalar və qanuni limitlər çərçivəsində aparılmalıdır. Hər bir ovçu nadir quş növlərini tanımaqla biomüxtəlifliyin qorunmasına töhfə verməli, ərazidə tullantı buraxmamaqla doğma təbiətə qarşı borcunu ödəməlidir.